Tindən salam. Atam, millət vəkili. Deputatımız Aqil Abbas aş asmış. Asmışsa da az asmış. Milli məclisdə millətin əleyhinə kullanmış. Elə bir hala düşmüşük ki, hörmətli Sahibə xanım. İndi deputatları da elə günə qoyurlar ki, mətbuatda danışmağa bəzən qorxuruq ki, nə desək, nə ağıllı söz desək, nə düz söz desək, hamısını əleyhimizə kullanacaqlar. Aqil müəllim, kullanaq kullanmağına. Amma siz də elə danışın ki, arada biz kullanmayaq da. Allahın elə qulu olun ki, deyilən heç bir söz əleyhimizə kullanılmasın da və sözdən düzgün kullanın da. Aqil müəllim, xətrinizə deymək istəmirəm. Bunu da siz kullanmışdınız da. Biz bir də tələbi inşaat dəstələri yaratmalıyıq. Niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? 3000 oğlan şəhid olub, Allah hamısına rəhmət eləsin. Qazi olublar, niyə gedib Qarabağda könüllü işləməsinlər? Yəni 2 ay nədir ki, boş, bekar, avara gəzənəcən bunlar gedib Qarabağda o tikində iştirak eləməsinlər. Bu 10 minə qədər işçi qüvvəsi deməkdir. Az rəqəm deyil. Bilirsiniz də, futbol üzrə dünya çempionatı keçirilir axı. Kanada, Meksika, bir də ədiş gillə. Mənə bax, nə gülürsünüz ki? Deputatımız belə deyil də. ABŞ-in İrana təsir etmə imkanları çoxdur. 500 milyard dollarlıq İranın vəsaiti bugün ABŞ-in nəzarətindədir. Və düşünürüm ki, orada da müəyyən təzyiq imkanları var. Deyirəm ala, bunlar nə yiyir, nə içir? Rasim müəllim, 16 ildir deputatsız, özdə politolog. Mənə bax, siz ABŞ-la əbişə aid eləyə bilmirsiniz? Hə? Deyirəm, bəlkə də deputatımız orada ABŞ-la, İrandan söhbət eləməyib, hansısa əbişdən danışır. Dinliyor, dinimiz düzdür. Atam, deyəsə, müharibə gəndə başlayır. Dəniz qırağında xəndək qazıblar. Bax bu Sumqayıt Novxanıdır. Baxın oralardan. Hər yerdə belə çuxur qazıblar. Bax maşınların qabağını alıblar ki, heç kim o tərəfə maşınla getməsin. Məcbur hamı otursun, burada yesin. Həm bisetkada yesin. Bəlkə mən bisetkada yemək istəmirəm. Qardaş, bəlkə mən bisetkada yeməyim, içməyim yoxdur. Bir şey tapıb gedib smovar çay edirəm dəniz qırağında. Bəlkə bir insanın imkanı yoxdur. Territoriyalar hamısını belə qazıblar ki, maşın keçməsin. Bayaqdan 10 dənə yerə girmişik. Hamısı belə bağlı. Yaxşı, bu xəndək qazanları hardasa başa düşmək olar. Bəlkə də bu dənizin ortasında maşın sürənlər üçün, yeri zibilləyənlər üçün zat üçün çəkiblər. Mənim bunlarla işim yoxdur ki, elələri var ki, Çin səddi çəkib dənizə. Hala, mən deyənlər, dənizə Çin səddi çəkməklə dövr, həddinizi bilin. Bir də ki, dəniz dədənizin dövr, millətindir, atan balası. Bunların zəbt etdikləri nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.